Peyğəmbər deyir, 3 qrup insan var, qiyamət günü mənim simamı görməyəcək. Ya Rasulallah, kimlərdir onlar? 1. O insanlar ki, şəraba alüd olurlar. Tövbə də eləmək istəmirlər. İndi tövbə eləyər. Allah bağışlayandır. Peyğəmbərin o siması da nə olar? Nəsib olar, görər. Mən üzümü tuturam, buradan imkan var. Bilirəm ki, mən yalnız namaz qılanlar dinləmir. Dəyərli namaz qılmayan qardaşlarım var, ana bacılarım var. Yəni doğrudan bugün tövbə eləmək üçün də fürsətdir. O kişilər ki, şərab hələ də içirlər, bugün hörmətinə tövbə eləsinlər. İstəmirsən Peyğəmbəri görəsən, istəmirsən onunla həm söhbət olasan, çətindir məgər. Allah sənə bu qədər halallar deyib, birdən o haramı niyə çəkinmirsən ki? Çətindir Allah, şeytan da alladır səni. Da ürəyim yanında danışdım belə. Amma bir insan tövbəsi də hey şərab içə. Deyməyin mənə 2 günlük dünyada, yəni deyməyin. Peyğəmbəri görməzsən. Yaxşı. İkinci nədir? Ağ valideyn olanlar. Anataya ağ valideyn olanlar. Peyğəmbər simasını görəcək. Hədisdir bu. Biraz qəmli qutardım, elə bir şey. Yaxşı başladım, bir başqa cür qutardım, amma da bağışlayın, bunlar da deməliyəm də. Ağ valideyn olur. Amma niyə qəmli bitirək ki? Tövbə elə də. İndi məni dinlədin, qulaq asdın, qurtarmamış, elə indi. Ananın yanında əyləşib anamın üzündən öpdü, atamın əlindən öpdü. Çətindir. Atanın əlindən, ananın üzündən öpmək izzətdir. İzzətdir, hər adama nəsib olmaz. Dünən ana vatava, hərdən deyirsən, mən heç vaxt incitməmişəm. Bəlkə incitmirsən, xəbərin yoxdur. Hərdən bir deyən anamın atamın qabına, ana bağışla, halal elə mənə haqqı, ata haqqı və mənə halal elə. Onlar ki, dünyasını dəyişiblər, Allahdan istəyir. Allah, sən onlardan istə ki, mənə bağışlasınlar. Atamız, anamız dünyasını dəyişib. 2. Üçüncü buyurur, o insanlar ki, mənim adım çəkilən salavat deməz. Onları gör, simamı görməzlər qiyamət günü. İndi onlar bir dəfə deməz adam, 2 dəfə deməz, onunla işim yox. Bu adət eləyib özün salavat deməsin. Yox, xoşu gəlmir salavat deməkdən, Peyğəmbər adı çəkiləndə. Bu qrup insanlar